Bizdən. Sən açılış edəsək. Bu buyur ki. Əziz izləyicilər, hepinizi salamlayıram. Avtoboxun yeni bölümünə xoş gəldiniz. Bugünkü qonağımız hər kəsin tanıdığı, dostumuz olan Xəlildir. Xəlil, xoş gəlmisən. Çox sağ ol, xoş gəldiniz. Siz də xoş gördük sizi. Çox sağ ol belə bir yeri təşkil etdiyin üçün, qonağa dəvət etdiyin üçün. Həmşərəsiz qonaq olasınız. Aha. Aradan skala kimi istəyir. Səgəs ürək sözü dinən. Xəlil, Xəlil, nə qısa, nə uzun uzatmaq istəmirəm. Xəlil kimdir, necə tanınıb, avtomobil sifəsinə necə daxil olmusan? Mən əslində Azərbaycandan danışsaq, daxil olmuşam 2019-cu, 20-ci ildə. Mənim birinci bir proyektim olub BMW idi. 39 quzu BMW idi. Darvaza qoy bağlansın, normal danışaq. Gözləyək. Gəzək. Aha, tamam. Deməli, 39 quzu BMW idi deməli. Onunla mən başlamışam aparaturu yığmağa, yəni səs sistemi yığırdım, bəli. Mən elə o həzz məndə Rusiyadan gəlmişdi və mən ilk Azərbaycana gələndə yəni gördüm burada hələ ki məsələn indi biraz çoxalır o aparaturalar, kimisi qapılarda pozium yığır, geniş bir aparatura. Amma mən indi Azərbaycana təzə gələndə burada ən çox yəni Polka, yəni Pioner 8 dənə xrom zadı. 5 gün demirəm, amma o vaxtda elə idi. Mən də deyirdim ki, yox, mən bunu istəmirəm. Mən istəyirdim daha geniş nəsə eləyim. Və bir yer tapdım. Belə qabağıma çıxdı. Car Sound Azərbaycan. Salam. Yəni Car Sound Azərbaycanı tapdım. Orada qardaşlar elə onlar da Rusiyaya baxıb həvəslənmişdilər. Onlar da elə aparaturu yığırdılar belə. Və ilk oradan başladım Azərbaycanda. Belə daha çox tanınma yəqin ki, məndə gedib yenə də X5-də, yenə də BMW olub, yenə də X5 olub, orada da məndə aparatur olub. Yəni mən oraya yığanda mən 39-dan sonra X5 aldım və deyirdim ki, dövr bəsdir. 2021 idi, 22 idi, bəsdir. Artıq deyənə. Artıqdır, yaşda da biraz böyümüşəm. Artıq biraz keçək, dayday variantlarına keçək. X5 aldım. Bir aydan sonra dedim ki, yox. Mən sakit, dinc qala bilmirəm. Ben buraya girmişsənsə bunu davam etmək lazımdır, dayanmaq yoxdur. Elə də mən gördüm ki, yox, məndə alınmır belə durmağa və başladım X5-ə aparatur yığmağa. Yəni ora mən yığanda mənə hamı dedi ki, X5 hara, aparatur hara. Həqiqətən nəyədir də? Nə dəxi, yəni bunu 4-8-ə yığ, nə diskoid, nə hər şey elə zət. Dedim ya, mən çöl görünüşü mənə belə vacib deyil. Mən xoşlayıram belə də, yəni loud. Aysa. Və X5-də aparatura yığdım. Belə də yavaş və keçdim də bunlara. Subaru'ya, Yapon əfsanələrə keçdim, bəli. Yəni tanınmış proyektlərdən Subaru'dan məndə olub o həmin o Impreza. Ağ rəngdə olan Impreza. Böyründə elə yan tərəflərində anime idi. O deməli çox elə bir ki, qaradan sadə görsənsə də, yəni ancaq o animensdəki nərdəsin də yerdə. Ay sağ ol. İndi o səhvi sən indi buraxdın. Stiker sözü ilə, yəni o hamı elə bilirdi ki, o stikerdir, nakleykadır, vinildir, amma yəni heç elə deyil. Yəni o rəssamın əl işidir, o bir artdır. Həqiqətən nə oldu, elə deyil. Bilmirdin sən? Yox. O artdır, o... Bilməsəm niyə belə şey deyim ki, sənə stiker doyaqsın nədir? Yox, art idi, onu rəssam işləyib. Yəni hər iki tərəfində, yəni güzgülüyüb də iki tərəfində, onu rəssam işləyib. Oldu. Yəni o rəssama da çox böyük təşəkkürlər. Belə bir fikrimizdə elə nəsə belə bir proyekt, ilk proyekt kimi, amma ilk deməzdim. Məndən öncə bir adam belə eləmişdi Subaru'nun üstündə. Amma indi alınmadı, bir sənət işində problem çıxdı, alınmadı. Və tez o şəkil aradan getdi, sildilər o şəkili. Yəni hamı tanıdığı Mamukadır. Yəni ilk onda görmüşəm. Görmüşəm elə ki, həm rəssamla tanış edib, həm o maşın üzərində necə işlənir onu görmüşəm. Və elə ona baxdım, ona həvəsləndim. Bizdə belə Sən davamını gətirdin də. Davamını gətirdim. Mən
Elə deyirdim mən onu necə soruşurdu necə ona şey eləməklə sənədlər necə eləmək olar. Oradan buradan maraqlandım, dedim orada reklam sənədi lazımdır. Və başladım maraqlanmağa, necə, kim elə bilər, nə edeyim, hansı şey eləyim, reklam eləyim. Və bir fikrə gəldim ki, mən özüm elə Rusiya vaxtından bardal yağını istifadə edirdim. Elə bardal elə Instagrama yazdım bardalə, dedim mən sizin marketinq istəyirəm, marketinqlə danışıq aparmaq istəyirəm. Geri dönüş elədilər, ofisə məni dəvət elədilər. Ofisdə oturduq, danışdıq, mən öz fikrimi bildirdim, nə cür bir proyekt ortalığa yığmaq istədiyimi bildirdim, elədim. Onlar bəyəndilər, sağ olsunlar ki, okey, sən hər şeylə bizə maşını hazır ver, biz sənədlərimizi qoşa eləcəyik, o reklam sənədlərini. İndi bugünə kimi maşın artıq mənim deyil, artıq bu yaxında mən maşını satmışam, bunu almaq üçün təbii ki. Maşını satmışam və bugünə kimi sağ olsun maşın şəhərdə də sürülür. Hələ ki tədbirlər. Ən çox babətdə yorulmuşsun. O dostumuz da alıb ustadır. Hələ ki tədbirlərə çıxmayıb. Amma indi bu yaxında maşın tam özünə gələcək. Mən sürəndə biraz nasazlığı var idi. Məsələn, bamperlər rənglənməli idi, disklərdə cızıq var idi, o var idi, bu var idi. Restavrasiyalar istəyirdi. Yüngül maşın əl istəyirdi. İndi sağ olsun qardaş da maşını aldı, öldürmür, boğmur. Əksinə daha da maraqlı bir proyekt çıxardı. Öldür, boğmaz keçən və avtobusum nəsə keçdi o tərəfə. Gördüm akasiyar maşınında. O da elə belə bir davamını gətirəcək. Xeyirlisi. Görmək istəyirik. Təbii ki, mən də onun maşını yenidən görməsi, yeni canlı görmək istəyərdim. Sən elə bir ki, maşın tükənmək üzrə satmısan, sən onu canlı görməyin də bəlkə başqa bir hissi olar. 100%. Elə qardaşa da satanda demişdim ki, arada bir mənə də ver, mən biraz bunu sürüm, biraz yadıma salım. Köhnə günlər yada salaq. Köhnə günlər yada salmağa, bəli. Belə ümumiyyətcə mən maşın həvəsinə gəldim 2015-ci ildə ya 2014-cü ildə. Bəs sözü balını kəsəm, yəni hamımız nətər deyim, başqa bir həvəsdən başlamış, kimdənsə görmüşük və yaxud ailəmizdən açarı götürmüşük, maşına oturmuşuk, yolu sağa sola verəndə o kildə düşməyimi. Yəni ilk avtomobilin nə olub sənin? Məndə ilk avtomobil olub Vaz 2106. Bəli. Məndə heç vaxt maşın həvəsi olmayıb. Mən uşaqlıqdan maşın həvəsi məndə olmamışam. Nə bilim, o maksimum maşın həvəsi məndə Need for Speed idi. Oyun. Maksimum həvəsim bir dənə o idi. Heç orada da maşınlar baxırdım, heç başım çıxmırdı. Nə dedim, okeydə orada. Qəzə basıb sürüm. W basırdım, gedirdim sizə. Yəni mən belə maşınlara qarşı heç bir həvəsim yox idi. Və sonra mən Rusiyaya köçdüm. İndi belə tələbəlik vaxtları idi. Mən instituta daxil oldum Rusiyada. Və Krugla tanış oldum. Elə bizim yataqxanada, universitetin yataqxanasında bir Krugla tanış oldum. Dostumun adı Romadır. İndi nə kimi biz onunla dostluq edirik. O indi artıq peşəkar bir driftkar pilotudur Rusiyada. İndi Mark 2 sürür indi. Adı nədir? Roma belə, Roman. Bizə hələ bizi çox yəqin tanıyar Tsarigradsev var. Rusiyanın o da driftçidir, RDS-də Tsarigradsev. Elə o da bizim dostumuz olub. Sözüm onda deyil. Mən onlarla tanış oldum, o Krugla tanış oldum. Bunlar hamısı da maşını sürürlər, eləyirlər. Mən də baxırdım, mən arxada otururdum. Harasa gedirik, gəzirik, eləyirik, nə bilim, harasa durub kofe içirik. Yəni maşın çox da belə həvəsin deyiləm. Sonra da nəsə belə baxırdım, bunlar nəsə yığırlar, eləyirlər. Maşında nə bilim, belə deyim də, bir dənə təkərən kalpakını dəyişir, uca sevinirlər. Sonra qolun baxsın ki, bunlar nəyə sevinirlər? Baxıram, bunlar nə kalpakdır da, yəni. Həm biraz maşına kimsə söykəndi, misal üçün, deyir ki, bir dənə dur, sənin arxasında cins şalvarında düymə var. O cızır. Düymə maşını cızır. Mən də baxıram, bunlar hamısı çoxsa da Priora idi, nə bilim 014 idi. Sadə maşında da olsa da, maşına çox qiymət verirlər. Çoxsa da Vaz idi. Özü bir baxırdım, dedim ki, burada nə belə bir şey var da. Və nəsə o yan bu yan, günün bir günü bizim dostumuz qayıdıb deyir ki, bir dənə maşın var, 2106. Dedim, mən maşını tez satmaq istəyirəm.
Sağlam ol. Ya Allah. Şah, devam edə bilərik. Aha. Günün bir günü bizim dostumuz var idi. Gəldi dedi ki, mən maşını satmaq istəyirəm. Bir dənə Vazlin 106 var. Hamı da maşınlandı və mənə deyir ki, get səndə onsuz da maşın yox, heç nə yox. Al öyrən heç olmasa. Bu maşın öyrənmək üçün ideal maşındır. Deyim, nə mənada ideal? Deyir ki, ancaq öyrənmək üçün. Yəni maşını aldın, öyrəndin sürməyi. Sonra nəsə bir hərəkət elədi. 19 yaşım var idi. Odur. Rusiyada biz elektrok idik ki, maşın sürmənə baxırıq ki, yaxşı, biraz jvoy ol. Dedim, mənim həvəsim yoxdur və həmin o Roma deyir ki, gəl alaq. Maksimum bunun zapças motorun zadını çıxardarıq. Zapças kimi də satarıq. Həmin o Romada öz evində, böyük bir evi var idi. Öz evində Jiguli ölüxanasını işlədirdi. Öz evində. O da belə maşın alırdı, sürüdü, nə bilim, maraqlı şeyləri çıxardırdı, öz maşına qoyurdu ya da ki satırdı. Dedi ki, alaq, məndə pul yoxdur, heç nə yoxdur. Sənə deyim də, Özdə bizim 2015-2016 tərəflərində danışıram. 16 tərəfləri danışıram. Vəbşə oldu, maşın 15 çox hətta. ucuz idi. Sənə deyim, manatla 500 manat idi. Deməli, mən də tələbəyəm, mən də elə işləmirdim. Sənə daha dəqiq deyim, 15-ci il idi. Mən tələbəyəm, mən işləmirəm, eləmirəm. Mən dedim, ailədə aylıq mənə pul atıb göndərirdilər. Yəni, bu ay fırran eləyəm, sağ qaldı, prosto ölmə. İndi, məndə də yoxdur, mən məsələn də cibimdə ayın axırına yaxınlaşırdı özü də, qış vaxtları idi. Məndə də cibimdə bir 10.000 rubl, 15.000 rubl pul var idi, o da ki, nə bilim. Hansa 200 manat nəsə idi. Hardasa 10.000, bir də 200 nəsə idi. 200-250 manat pul idi. İndi dedim, tələbəm də, yol pulum var, yemək pulum var, nəsə bir force major hadisə baş verə bilər, təkəm. Zəng edirəm atama. Deyirəm, papa salam, necəsən zat? Deyir, sağ yaxşıyam. Deyirəm, papa, mən istədim bir dənə dostum maşını götürüm. Dedi, aha. Dedim, prosto öyrənmək istəyirdim. Dedi, aha. Və biraz maşını əzdim. İndi pul vermək lazımdır. Dostum da deyir ki, bunu təmir eləmək lazımdır zat, o yan, bu yan. Dedim, 500 manat pul lazımdır mənə. Dedim, 500 manat pul lazımdır mənə. Maşını əzmişəm, indi gərək kompensasiya eləyim zat. Mən də öz ailəmdə ağıllıyam da. Deyirəm ki, pul mənə lazım deyil ha. Mən o vaxt elə Zalata Karonana köçürmə eləmişdim. Deyirəm, mənə lazım deyil ha. Mən sənə dostum pasportunu açıram, onun pasportuna köçürmə elə. Gör, indi mən yalan danışma yanımda. Deyir, yox, narahat olma, mən sənin öz adıma köçürüləcəm. Gedib borcu bağlayarsın da, problem deyil. Və papa mənə pul atır. Və özü gəlib düşürdü, 6 bazara düşürdü və banklar da işləmir orada. 6 bazara. Birinci götürəsən. 2 gündən sonra bir pul götürməli idim. Dostumuza yığırıq, deyik ki, pul 2 gündən sonra olacaq, maşını alırıq. Maşın bizim, mən maşını görməmişəm. Bilmirəm maşın nədir. Prosto biləm ki, 06-dır, biləm ki, ağ rəngdədir. Bir də biləm ki, besprujindir. Arxa qabaq prujin yoxdur. Maşın yerdədir. Bir də onu bildim. Başqa heç nə. Bir də o bizə deyirdi ki, əlavə 1000 rubl ver, saxlayım orada, kolonkalarla maqnitofonu saxlayım. Orada elə temalar çox idi, amma mən biraz sonra danışaram. Dedim, okey də 1000 rubl verirəm, nəsə olsun da maşının içində heç olmasa. Roma dedi ki, yox, məndə hər şey var. 1000 rublu saxla cibində, benzin pulu kimi olsun. Okey də, dedim, məsələ dönər alalsan. Dedim, okey. Və həmin Romanın atasının Volgası var idi. 3110 Volga. İndi o da mexanikadır, 06, bu da mexanikadır. Mən də Roma edirəm ki, Roma okeydə mən nətə sürəcəm, mən mexanika bacarmıram, mən ümumiyyətcə maşın sürməyi bacarmıram. Yəni, məndə heç bir oputum yoxdur. Yəni, mən bunu necə sürəcəm, məndə heç bir təcrübə, yəni, sükan arxası təcrübəm yoxdur. Nol, sükan arxası təcrübəmiz, sükan arxasında maksimum, siz məsələn kofe içirsiniz, mən oturam maşın içində soğuqdur, mən sükan arxasına oturam, peçi yandırıram, telefonda qurtalayıram. Yəni, maksimum mənim biliyim budur. Deyir, narahat olma, bu gün mən papam maşını götürəcəm. Papam maşını sürərik, mən sən papam maşını öyrədərəm. Az da olsa. Az da olsa nəsə öyrədərəm, bir nəsə bacarığın olsun. Dedim, okey. İndi gecə gəlmişik,
belə deyim də, elə bil ki biz Bakıdayıq, biz getdik elə Mərdəkan, Şuvalan belə Araküsər yollarına getdi, o da orada qalırdı. Ki birdən polis adı olsa problem yaşamayaq da. Mən də sürə bilmirəm, maşına gedib hansısa başqa maşına vuraram eləyərəm. Mən mexanika sürməyi öyrəndim 3-cü sönməkdən sonra. Deməli oturdum yerindən tərpətməyə, mən rahat tərpətdim, rahat sürdüm. Mən Roma başa saldı elədi. Məndə bir dənə problem o idi ki, mən maşını saxlayanda mən muftası avtomat qırpa kimi prosta tormozu basırdım, saxlayırdım. Maşın da sönürdü. 2-3 gün qabaq mən saxlaydım, mənim full idi. Mən yadımdan çıxdı neyini öyrəşmişəm haftaya. Birinci skası muftanı çəkdim ayağımı. Biraz qədər baxmağım var. Deməli, o da başlayır mənə deməyə ki, muftanı bas. Dedim, okey, davay, bir dənə də kruq vuraq, biraz da əlini öyrəşsin, əlin ayağını öyrəşsin. Bir dənə kruq vurduq, evin qabağına çatdıq, yenə saxlayıram, yenə də maşın sönür. Oca belə baxır, sənə dedim, muftanı sıx, sonra saxla. Maşın da onun deyir, papanın maşınıdır, indi nəsə bir şey olsa, papası onu öldürəcək. Dedik, sən o evə maşınlar var, sən bunu niyə əldə edirsən də. Volqası da çox ideal Volqa idi. Dedi, bir də kruq elə. Bir dənə də kruq elədim. Bir dənə də yenə də saxlayıram. Çöndü. Deyir, mən sənə nə qədər deyirəm, muftanı sıx saxla. Mən qızları o qədər qız öyrətmişəm. Qız birinci dəfədən başa düşür ki, muftanı sıx saxla. Sən indiyənə kimi öyrənə bilmirsən. Necə nə qədər kruq vurmusan, sürməyi öyrəşmirsən, amma bir dənə bunu saxlamağı bacarmırsan. Biraz söydüm. Mən çox mədəni deyirəm, amma o mədəni dildə demədi onu. Əslində olan. Əslində olan, hə. Sən mən 4-cü kruq verirəm, oca muftanı sıxıb saxlayıram. Oca belə saxladı ki, hə, okey. Okey, hazırsın. Burada hazırsan, hə. Burada hazırsan. Birinci gün gəlir, biz institutdan çıxırıq. Elə Roma mənim qrup yoldaşım idi. Biz elə institutdan çıxırıq. Yazan geriq Dima, oğlana Dima idi. Maşın hardaca deyir ki, mən indi işdəyəm. Axşam gəlin, maşın qarajdadır, gəlin aparın. Maşın sizə prujun zad verirəm, istəsiz üstünə taxarsınız, apararsınız da. Dedim, okey. Biz getdik, biraz fırandıq, yemək yedik. Şimdi başınızı qatdınız o başımıza vaxt kimi. qatdıq, axşama kimi başımızı qatdıq. Gəldik, Dima yığır ki, qarajdayım, gəlin. Gəldi qaraja, mən də fikrimdə tutmuşam 06, indi nə bilim, istər-istəməz adam nə fikirləşə maşın alanda, nəsə maraqlı bir maşın olacaq, özü biz prujun yerdə var. Yəni belə deyim də, çürümüş dəmir parçası yerdə idi prosta, yəni maşın. O hissləri mən səndə başa düşürəm. Yəni sən nəsə bir özünə, nəsə bir təsəvvür eləyirsən. Vav, bir şey gözləyirsən. Sən görürsən ki, paslı poz maşın yerdədir. Paslı, yəni maşın paraqından belə eləyirsən, oradan salam vermək olardı da, yəni. O qədər idi də maşın. Mən də maşını belə gördüm. Dedim, mən 500 manat yəni puluna xərclədim də indi. Biz də maşına belə kruq vurduq, baxdıq. Roma da mənə belə baxır, mən də Romaya baxıram. Cana gətirərik, maşını biz cana gətirərik, narahat olma, cana gətirərik. Deyirəm, yox da, yəni bunu hara canına gətirərik, bu neyin? Bunu hayı gedib bayıq olub. Roma deyir ki, bunun harasa stenkaya çırparsan, heç olmasa şey olmaz da, heyf olmaz. Mən də o düşüncə ilə dedim, okeydir. Stenkaya çırparam, heç bir heyf də olmaz, heç nə də olmaz. Deyirəm, ladına, çörtsin. Aldıq bu maşını. Qarajdan çıxdıq. Hardasa 10 kilometrdən sonra pompası dağıldı. Birinci hadisə. 10 kilometrdən sonra pompası dağıldı. Biz də gedirik, birdən qış idi də, hətta peç istəyirdi, birdən peç soyuq verməyə başlayır və temperatur da gedir. Oy, strelka qırıldı. Strelka gedir. Roma saxlayır, baxırıq, orada şax-şax su axır pompadan. Neyin, qaldıq burada. Mən də belə baxıram. Evakuatorda maşını qaldıra bilməyəcəksən. Çünki maşın tam yerdədir, hə. Evakuatora qalxmayacaq. Siz də belə gedirsiniz. Hə. Belə gedirik. Roma deyir, narahat olma, məndə pompa var. Narahat olma. Zəng gedir atasına. Deyir ki, papa bir dənə ged orada, gir orada o polkanın üstündə o var, onu bir dənə göndər də taksi ilə. Papası bizə pompanı göndərdi taksi ilə. Biz də gecə saat 12-dir, 1-in yarısıdır, dekabr ayıdır, soyuqdur, peç də işləmir, heç nə işləmir. Ay ya. Biz də soyuqda mən belə qalmışam, Romada kapotun altından şax
dəyişir eləyir. Zaten mən də baxıram, deyirəm bu nə edir? Roma da əsəbləşir, soyuqdan öncə əsəbləşməyə başlayır. Mən də işıq tuturam, işığı səhv tuturam. Başlayıram qışqırmağa. Bunu səhv tutmusan elə. Məşin biz də o pompanı dəyişdik, elədik, güc bala ilə donmuşuq. Gəlmişik, çatmışıq evə. Aha. Çatmışıq. Mən də səhər oyananda yəni deyirdim ki, qoy bu yuxu olsun. Qoy bu maşın olmasın da həyətdə. Yəni eləməyim də elə şey. Çıxıram, baxıram belə pəncərədən baxıram, durub aşağı. Mən bunu almışam. Həqiqətən. Bu mənim maşınımdır. Öz orada necədir? Sənət yox, heç nə yox. Sənət deyəndə ki, bir dənə Rusiyada belə dogovor kupli-продажи söhbəti var. Davenza söhbəti yoxdur axı orada. Dogovor kupli-продажи nəsə yazdıq, əldən şaq-şaq qol çəkdik o. Mən də baxıram deyirəm, mən də bunu eləyəcəm. O şu maşına həqiqətən, o maşına çox sağ ol ki, mən maşını həqiqətən öyrəndim sürməyə. Maşını divarları da çırpırdım. Ay Həm Allah. olurdu da, bir sənəcə sürmə şeyindən yox, sürməmək bacarığından yox. Yəni, nə mırta, nəsə divar gördük, ya zarafatlaşırıq, dank, vurduq. Maşın olsa gedir. Maşın olsa util olmalıdır. 500 manat da o maşın, yəni. Yəni, maşın pulibom olsa utilli maşındır, izначально elə olub. Nəysə, o yan bu yan, şimdi 1 ay 2 ay maşını sürdüm, öyrəndim, normal maşında mən nə haqqa varsa maşında vermişəm. Nə bilim, ayaqla yeri belə biz dəşib eləyirdik elə belə. Dedim, maşını sonra ya util verək, ya nə. Və bir dənə dostumuz var idi, Vasya. Əsl. Bilirsiniz, elə adlar var ki, sən belə baxırsan, bu ad sən əynibədir. Onun da adı Vasyadır, Vasili. Kənd uşağıdır və Vasili idi də, yəni indi bəlkə də izləyəcək başa düşər mənim nə tipaj adamı nəzərə tuturam. Oturmuşuq, deyirəm ki, mən maşını verəcəm, utilə verəcəm, metalloma verəcəm maşını, bir 10.000 zat maşını verərlər də, 10.000, 8.000 nəsə verərlər də. Söhbət rubuluna gedir. O deyir ki, gəl mən sənə 10.000 rublu verim, mən maşını dayı ödərəm özüm. Deyirəm, okeydə verirsən, ver də. O da elə bir ki, deyir ki, amma mən sənə 10.000 rubl indi verə bilməyəcəm. Deyirəm, bə necə? Deyir, mən sənə 1000 rubl indi verim, 5.000 rubl həftə axırı, 4.000 rubl da gələn həftənin axırı verərəm sənə pulu. Götür apar. Yoxsa mən o pula da heç gözlənti yox idi də məndə, yəni heç bilir ki, mənim nəsə pul maşından gözləyim yox. Dedim, yaxşı apar. Tək ki bu məndən çıxsın, apar bunu. Mənə 1000 rubl verdi, apardı. Bir həftə keçir, zəng edirəm, deyirəm, başa debab ki. Deyirəm, 5000 verməlisən zat. Deyir, da, bura, şəs biraz çətinliyidir, verəcəm, narahat olma verəcəm. Okey də, yaxşı. Yenə də bir 4-5 gün keçir, deyirəm, başa nə oldu? Bura, maşında problem çıxdı. Nə bilim, onu düzəltdirdim, bunu düzəltdirdim, zırt, deyirəm, quruşmuş mənim problem, sən ölü maşın vermişəm, yəni mən sənə meyid vermişəm. Sən də meyidi dirilməyə çalışsan, mənim pulumdan kəsirsən. Bir bura gəl belə də, yəni mən nə təmin eləmişəm, sənin pulunu istəmirəm, verim sənə maşını apar. Mən maşını sənə qaytarıram. Deyirəm, okey. Maşını qaytarır, yəni biri var meyid, biri var meydin, yəni meyidi də çıxıb. Mən maşını elə vəziyyətdə qaytarır. Mən də maşına baxıram, deyirəm, mən bunu metalloma da vermək, nə bilim, yəni. Məndə də belə period dedi ki, mənim də çox yaxşı bir настроением var idi. Roma deyirəm ki, gedib çıxaq çöllüyə. Orada bir dənə bizdə böyük bir çöllük var idi. Gedib orada maşınla məzələnək. İşdə sonra bizdə podkat var idi maşında. İşdə onu yükləri apararaq metalloma verərək. Bu sonra maşından nə çıxacaq sonra. O da elə onu gözlədik, mən dedim ki, maşını gedib öldürər axıra kimi. Maşının son nəfəsi oldu biz göyə qalxanda. Orada elə bir ki, çöllüydü də, pole. Orada belə bir buqarok var idi, belə bir buqarok Azərbaycanca necə deməliyim? Başa düşdüm, başa düşən nə olacaq? Roma deyir ki, gəl oradan tullanaq.
deyirəm tullanaq da. Nə qalıb bu maşında? Ya tullanaq nə isə eləyək. Yəni onun qapısı ucu şey qapısı, Rolls-Royce qapısı ucu maşında. Yəni qabaq qapısı belə açılır. Yəni şəkilləri var, olmalıdır şəkillər. Qapının ucu əlbəttə ki, qabaq pasajir qapı krılaya kimi açılırdı. Yəni o vəziyyətdə idi maşın ucu. Heç bağlanmırdı. Bağlanmırdı vəziyyətinə. Mən hələ o maşından bir dəfə yıxılmışam sürən vaxtı. Və orada mən kəllə beyin travması birinci orada almışam o maşında. Onu mən danışaram. O işim maşın tullandı göyə. Mən son görüntü məndən görürəm, kapot belə açıq kapot, akkumulyator belə uçur. Akkumulyator bizlə sağollaşır, hara sonra uçur. Mən də bax belə oturmuşam, bax ruşkadan çıxmışam, belə çıxmışam. Dank belə düşdü yerə. Vəsə. Bu da maşının son nəfəsi. Maşın da xotlanmadı, eləmədi. Motor da öldü, hər şey öldü. Biz getdik, bax akkumulyator belə vəziyyətdə yerdə. Baxırıq, yəni gedək bu metalona verək. Və birinci kəllə beyin travması. İndi arxa çəkən maşın, qış, qar. Mən də oturmuşam maşına, Roma sürüdü. Romada elə o həmin o pilot, mən elə o vaxtı drift zat bacarmırdım da. Deyir, gəl bunu biraz burada məzərə nə idi, orada belə bir küçə var idi. Dedim, okey, məni də Romada bir dənə qız götürüb. Özünü göstərmək istəyir. Mən də maraqlı deyil. Mən qabaqda oluram, telefonda oturam, nəsə yazışıram, eləyirəm. Roma belə ruçnoyu dartır, qazı basır, eləyir. Mən belə oturmuşam, birdən-birə görəm, mən nəsə yerlə belə gedirəm. Və eşidirəm necə Roma oradan qışqırır, ay! Mən də yerlə belə gedirəm. Mən belə dururam. O indəkən bir dənə qadın belə durub paltar asır. Və belə baxır ki, bir dənə maşın gedir belə. Liftlə maşın gedir. Sən də belə gəzən telefonla. Və oradan bir dənə hansısa, mən də arıq balacaydım da, tak belə hansısa adam elə kuvurok vurur orada. Mən də gülməkdən ölürəm. En çox kim belə məsələn kəllə beyin travma yaşayıb və nəsə belə bir travma yaşayıb, onu çoxsu bilir ki, sən sразу hiss eləmirsən. Adrenalin gəlir, vurur səni. Sən sonra nəsə hiss eləməyə başlayırsan. O da həmçinin, mən də belə. Hə, mən də gülürəm, oturam maşın içinə, ha. Romada başlayır gülməyə. Görür ki, mən salamatam da. O da başlayır açılır gülməkdən. Gülmək riski olmur. Arxada da qız oturub, qız da belə baxır. O bir dənə gülmən o idi. Necə? Biz də gəlmişik, mən də deyirəm, amma nəsə halım o deyil. Birdən baxıram, nəsə mənim başım gizirlənir. Nəsə mən elə bir küsəyim, yuxudayım elə bir. O da oldu mənim birinci kəllə beyin travma. Nə var, mən maşına oturanda qapını axıra kimi bağlamadım. Həmin o qapının acığını çıxdım, krılaya belə açanda. O qapının acığını mən belə çıxdım. Bu da mənim belə ilk bir maşın təcrübəm. Yəni, çox gözəl bir təcrübə idi əslində. Yəni, məncə... Maraqlı təcrübələr olub. Hə, çox maraqlı təcrübə olub. Və yavaş-yavaş sonra mən də driftə keçdim. Sonra mən də başladım drift qarları yığmağa. Jigulilardan təbii ki. Rəsəd edirəm sənə bunların hamısı. Hamısı rəsəd olub məndə. Məndə bura gələndə məndə o həvəs olmayıb nəyə görə? Şərait yox. Şəraitdən əlavə olaraq mənim gündəlik maşın drift qarım olub. Mən gündəlik drift qar sürürdüm. Rəsəd kimi yedim mən, məsələn, normal bir şeydir o. Yəni Ijevskdə olmuşsan sən, Ijevskdə? Ijevsk, Ijevsk olmuşum təbii ki. Mən orada onda, yəni, düzdür, az müddət yaşadım məsələdə, amma görmədiyim şeylər gördüm. Yəni, qış vaxtı cəmaat tökdüşür küçəyə, Ladalar, Vazlar, 011, 06, 17, təkərlərin soğuk, belə minus. Sürürlər, şəhərin otosunu driftlə, zorla. Elə də. Yəni, burada küçədə çıxıb kolun özü aşağı pasatka olan maşınlar, burada sürə bilməz maşınlar, hansı ki, tədbirlərdə evakuatorla gəlirlər. Aydın məsələ. Amma mən Rusiyada, onlar canlı gözləyən, belə. Sürən qarşıda Rusdur. Bir qarşı mən bu stili bəyəniyor. Bir də post yaxınlaşdım. Gördüm ki, sarışın qarşıda Azərbaycanın video verməzsən. Hədə. Birinci risk Azərbaycanla yaxınlaşdım.
dedi başa düşmürəm səni. işte. Hə. Bəs bu stili belə stil Azərbaycan stili deyib başa düşürəm. Amma mən bu stili sevirəm də deyir. Nə olsun olsun. Ha, çox orada belə həvəskarlar var. Kim xoşdur belə yerdə. Amma Rusiyan stili o lay aşağı salır. Ha, Rusiyan stili bepandır. Ha, sağ. Hə, Amma ya ki onun sümü o Azərbaycan stilində sürür. o Azərbaycan işte. stili. Ya bizdə bir dənə belə maşın var, bepan. Yəni o biz ikimiz o Tunar. Yəni o Nolan Tunayla deyir. salamlı olsun. Yaxın vaxtlarda Tunal bizim qonağımız olacaq. Vəbşim indi mən ona görə bura gələndə mən də elə fikirləşirəm nəsə drift car eləməyə. Sonra dedim Əslində o burada əslində olan o deyil. heyfdir o 6-2S motor o bəzi maşınlarda onu sürə bilmirsən ancaq Ancaq hə. bağ qapalı yerdə. Ha, yəni orada mən elə gündəlik maşın drift car olmuşdu deyə və mən bura gələndə də elə ilk BMW olaraq mən ümumiyyətlə BMW-də maşın kimi görmürdüm. Rusiyada da məsələn məndə elə qrupları ki biz BMW-də çox da belə xoşlamırdıq. Mən də BMW istəmirdim. Amma bir də dostum, yaxın dostum, özü də BMW-də ustasıdır. Dedi ki, BMW bu ölkədə BMW, yəni hər şey var, zapsası, ustası, nə bilim. Mən də axtarırdım, yaponları axtarırdım. Və mən gəldim bura, büdcə də var idi. Mən 23 yaşımda gəldim də mən işləyirdim, nə edirdim, əlimdə pul da var idi. Mən orada servisdə işlədirdim. Mən yavaş-yavaş belə arta-arta mən servisdə açdım, servisdə işlədirdim. Yəni orada biraz maşın həvəsinə gəldim. Drift carları da yığırdıq biz, mən aparatura yığırdım, drift car yığırdım, belə bir şeylər. Təkcə mən yox, indi Romada mənim şərikim idi. Biz ikimiz açdıq, elədik. Və gələndə dedim ki, mən büdcə ilə axtarırdım Supra. Dedim mən Supra alacağam, Mark 2 alacağam. Yəni belə bir maşınlar axtardım. Fotoğrafın maşını çatın. Mən bilmirdim nə. Aşağısı 5 il, yəni zarafat dedi. O yola öyrəşmirsən, gəlsin burada görürsən ki, həmin iki maşın da yoxdur. Mən orada onda gömədi maşınlar gördüm. Mark 2-dir. Nissan Skyline sedanı. Mark 2 belə ya da yəni tulla getsin Mark 2. Skyline yoxdur, mən o məsələn muz belə kupəsini görmüşəm. dörd. Orada məsələn sedanı görmüşəm mən. Səsli. Belə baxdım ki, bu nə maşındır ki. Biz orada elə ki Mark 2 görəndə sol rullu avtomatla görəndə dedik ki, ala get bunu tulla, sən bunu niyə sürürsən? Amma farklı oldu ki, bir dəqiqə Azərbaycanda 7 maşına gedə olar. Hə də indi mən də bura gəldim Mark 2 axtarım. Dostuma deyirəm, elə həm dostuma o da ustadır, maşın sektorundadır. Deyirəm ki, mən bir də Mark 2 tapdı, yaxşı deyir. Nə? Deyirəm Toyota Mark 2. Belə baxır, o nədir? Deyirəm sən nətər maşın sürürsən? Mark 2 tanımırsan? Deyir, burada belə bir maşın yoxdur. Deyirəm yaxşı, Nissandan bir bax, Nissan ya da ki Supra, hələ Skyline demişəm ona. Mən də belə deyim də, büdcəm hardasa mən elə Rusiyan bazarı nəzərdə tutulmuş, hardasa məndə manatla desəm hardasa 25-30 min manat büdcəm var idi. Rusiya üçün yəni sən rahat Mark 2 də ala bilərsən. Rahat. Avito günün doludur. O vaxtda elə Supra da almaq olardı o vaxtı. O qiyməti almaq olurdu. İndi уже biraz çətinləşib. Biraz bahalaşıb. Çox bahalaşıb. Hə, o üçün mən də deyirəm bunu istəyirəm. Qardaş sən nə danışırsan? Bu nə maşınlardır? Mən çıxardım Google-dan şəkil göstərirəm. Deyirəm bax bu maşındır. Bax qardaş mən bu belə bir maşın heç görməmişəm. Bilmirəm, xəbərim yoxdur belə maşından. Bax Azərbaycanın bu maşının xəbəri yoxdur. Hə, deyirəm necə böyümə? Özüm də girdim turboaza başdan baxdım. Ona yox. Heç nə yoxdur. Deyirəm okeydir. Fikirləşirəm okey, alternativ nə olar? Yenə də mən Yapon tərəfə baxıram. Çünki mən oradan o Yapon həvəsi gəlirdi. Rusiyadan yarandı bu Yapona həvəs, düzdür? Hə, məndə həmin o birinci Yapon maşınından danışsaq, məndə elə Mark 2 idi, birinci sağ rul Mark 2. Hələ Rusiyada. Rusiyada hə, birinci maşınım olub. Sağ rul Mark 2 92-ci ilin köhnə Mark 2. Hələ 2 CZ zat söhbəti yox idi elə şey. Hə, sadə. 2.5 sadə motor idi hə. Elə motorla Mark 2 olub. 2 CZ olsa nə oldu? 2 CZ olsaydı, çünki mən sonra swap eləmək istəyirdim, sonra nəsə fikrimi dəyişdim, başqa maşın aldım. Mən özümə sonra orada bir dənə Mitsubishi Galant aldım. Sağ rullu Galant, bilmirəm. Bizdə də var amma bizdə var, amma tək-tük maşınlardır. Amma Rusiyada GDM maşın sayılır bu. Galant aldım, Galantdan sonra Evo 8-ə keçdim. Evo 8 mənim elə bir ki son maşınım olub Evo 8. Evo 8-i mən satdım, elə Evo 8-in büdcəsi də məndə var idi. Elə o hamı ilə gəldim, dedim burada bir şey var. Elə Evo 8 də axtarırdım elə burada. Dedim mən Lancer Evo 8 elə Evo 10. Dedim ölkədə biraz Rusiyada məsələn mən Rostovdaydım. Rostov belə də çox da belə maşınlarla bol şəhər deyil idi. Ya biz Moskvadan alırdıq,
Ya da ki gedirdik. Hələ birinci Evo 8-i mən Vladivostokdan almışdım. Biz bir həftə qatarla getmişik Vladivostoka, nə var maşın Ay aldım. maşın almaq. Oradan qayıtmaq. Və maşınla da qayıtdıq. 3 nəfər getdik Vladivostoka. Porta getdik, orada maşını aldıq, elədik. Oradan da qayıtdıq belə maşınla Rostova. Qayıtdıq, 4 gündən qayıtdıq, amma qatarla bir həftə getmişdi ora. Yəni oradan belə bir həvəs başlayıb. Bu həvəsi burada davam eləmək istədim. Alınmadı. Elə öncə danışdığım BMW-ni aldım, yığdım, sonra X5. Sonra bir dənə Outback aldım, Subaru Outback. Yatmadı mənə maşın əslində. O da coilover qoymuşdum üstünə, maşın yerdə idi, hər şey. Maşında texniki biraz o deyil idi. Hə. Biraz o maşın deyil idi texniki. Amma yenə qayıtdın tezdən Yapon əfsanələrinə. Təbii ki. Yəni Impreza birinci ya da ağ o Subaru. Outback yox. Impreza'dan desək, hə, ən birinci Yapon maşını burada məndə Outback olub. Subaru Outback. Ən birincisi olub. Texniki problem var daha bu. Kim aldı maşını deyəsən cana gətirdi, satdı. İndi ki mən maşını görürəm. Yəni mən həm şəhərdə də görmüşəm maşını, həm TikTokda qabağıma çıxıb maşın. Düzdür, indi sadədir. Yəni maşını zavoda qaytarıblar. İndi disklər zaten zavoddur. Mən satanda coilover da üstündə var idi. Zavoda qaytarıblar, zavod sərgəli maşın sürürlər. Evet. Hə belə keçdim Subaru'ya, Subaru'da da qaldım. Ona görə mən biraz Sən o ağ Subaru-nu neçə il sürdün? Yəni mən bilmirəm uzun müddət sürdün. Hardasa mən səni 2023-dən tanıyıram. 2023-dən sən maşın sürürsən. 2 maşın sürmüşəm ona. 2-3 il mən maşın sürmüşəm. Onu da satdın. Bir arada F10 sürdün deyəsən. Hə, F10 sürdüm bir ara. F10 da məndə belə idi də, xilas edici jilet idi məndə. Çünki Subaru'da problem çıxdı motorunda. Sonra məcburiyyətlə satdın da o maşını gördün, şey deyə bilmirsən, satdın maşını. Yox əslində, mən deyirdim onu mən bu vəziyyətdə də olsa satılmıyorsun bizə. Yox, mən deyim mən bunu təmir eləyəcəm, hər şey düz qoş eləyərəm maşında. Amma maşınsız qalmamaq üçün biraz da büdcə var idi əslində. Mən dedim qoy biraz pauza alım, qoy biraz maşın yatsın eləsin, sonra düz qoş eləyərəm hamısını. F10 aldım. F10 alanda dedim biraz oturdum, fikirləşdim, dedim okey də bu köhnə maşındır, 2007-ci ildir. Dedim bəlkə F10 istər-istəməz biraz təzə maşına oturanda sürəndə, biri var ailənin maşınları, biri var öz maşını biraz təzə maşın desən ki, köhnədir də biraz nəsə yenilik istəyirsən. Dedim mən bunu satım, elə necə var, necə vəziyyətdə varsa satım. Və F10 xilas edici jilet kimi oldu. Maşınsız qalmamaq üçün 2 ay sürdüm F10-u. 2 ay sürdüm, satdım. Sonra buna rastlaşdın. Və bununla rastlaşdım, bəli. Bunun haqqında bir məlumat versən sevinərəm. Bu Impreza VRX-dır, təmiz VRX. 2 motor, 2 turbo motor, mexanika. Amerikada maşına biraz yüngül əl gəzdiriblər. Nə mənada? Bəyağı danışırdın, turbosu falan dəyişiblər. Turbosunu dəyişiblər. Bir də ki, proşka yazılıb. Maşın indi zavoddan biraz çox xat gücündədir. Biraz çox yox, biraz var da. Bunun indi belə işlərindən bunun klaçı dəyişilməlidir, misal üçün. Muftası, klaç, mufta dəyişilməlidir. Ondan sonra Mansur Usta'nın yanına. Mansur'un yanına gedəcəyik. Mansur, жди меня. Я приду, обещаю. Mansur'un yanına aparacağım maşını. Mansur da bir dənə baxsın, eləsin. Sonra Dino stəndə aparacağım maşını. Və indi bir neçə adama söz vermişdim. 11-incisi Rufat. Yəqin ki, Rufat'ı sən də tanıyarsan. Honda Type R. O da bizim dostumuzdur, çox yaxşı dostumuzdur. Söz vermişdim ki, maşın çıxacaq test and traininga. Test and traininga çıxacaq. Biz maşının Gedişatını yoxlayacaqsınız. Performansına baxacaq. Bu nə göstərir, neçə saniyə keçir. Necə nə bir əlavəli eləmək lazım olacaq maşında. Ki o şeyi keçə bilsin. Mərhələni keçə bilsin. Ki mərhələni keçə bilsin və maşın belə deyim də hələ ki zavoddur, amma birazdan gündəlik sürüş maşını kimi eləmək istəyirəm. Belə deyim, düzdür, məsələn spoiler qoyulacaq maşında, aydın məsələ. Amma mən də spoilerda hər şey nəsə qoyanda istəyirəm ki, vid üçün yox,
onun bir faydası olsun. Hayır. Nəsə maşına kosmetikadan da nəsə Nəsə əlavə edirsənsə, maşın üçün plus olsun da, sadəcə göstəriş kimi yox. Sadəcə kör görüntüsü yox kimi. Məsələn, okeydə mən belə lavka qoyum, spoiler belə skameyka qoyum, amma əksinə mənə pis şey eləcək. Məsələn, aerodinamikada məsələn çox böyük bir mənfi göstərəcək. Ona görə yox. Mən istəyirəm biraz daha çox bunu performansda eləyim. İndi baxaq ki, düzdür, çox bir büdcə tələb eləyir. Artıq indi Əsasdakı səbir. Səbir öz yerində. İndi Rufat da özü yaxşı bilir. Öz Hondasını indiki nəticəyə gətirənə qədər nə qədər xərclər çəkir, Nə qədər əziyyətdən keçir, nə qədər hər paylaşımda görürəm ki, bu adam ayda bir dəfə, 2-3 dəfə gedə ancaq sürüşlər keçirir. Ki, maşının performansı artıb, azalıb. Yəni o istinin cıxacığında, yəni bu adam sürür. Adam sürür. İndi mən də belə deyim də, bir dənə hansı maşına baxıb həvəslənirəm, həmin o Type R-dir və yəqin ki, hamı tanıdığınız Azad. Azadın eyni bu kuzovun Subaru'su. Yəni indi onlar da mənim üçün bir nümayiş kimidirlər. Yəni görürəm, onlara baxıram, bilirəm mən nəyə getməliyəm, hara getməliyəm, onu bilirəm. Və indi bu maşında belə bir yığ olacaq. Kosmetikadan da nəsəm, bu məsələn, yəqin ki, pasyonlarda görsənəcəksən, bu reşotka Amerikada yığılıb, Grillcraft'dır bu. Amma o deyil. Düzdür, bu hava üçün yığılıb ki, daha çox hava gəlsin. Soyutması tez olsun. Soyutmasına, amma bundan daha yaxşısını eləmək olar. Ona görə yəqin ki, bundan daha yaxşısını eləyəcəm. O yüngül bir şeydir, yəni onlar. O yüngül bir şeydir, amma görünüşü, gücündən səhərləsən. Çoxsu ilə bunu Lancer'la səhv salır. Keçən həftədə sıra ki, maşını saxlayanı qaraqdan baxalım Lancer'a olmuş maşın həqiqətən. Qarış, baxdı, Mitsubishi-dir bu. Impreza deyir, bunu danışsın. Mən zülənə sönsən. Yox. Yəni, arxadan baxanı gör ki, 100 Subaru logosu, yanına baxan deyirsən ki, Lancer. Elədir. Belə bu reşotka çox şey eləyir, elə onu göstər, bu Lancer kimi. Lancer da biraz geniş grilldir, ona görə bu da belədir. İndi baxaq bu maşından biz hansı bir nəticə çıxarda biləcəm. Hara kimi 4-cü sinir mənə aparacaq. Və əsas sual. Əsas da. Bu maşın olmasa, ürəyin istədiyin proyektdə olan hansı bir avtomobil istəyərsən olsun? Yəqin ki, hər Yapon sürənin fikrində bir dənə maşındır məncə. Supra. Yəqin ki, hər adamın. Stok yoxsa body kit mi deyim, zövqə baxır. Stok, Supra? Stok Supra, 2CZ. Özü nə rəng? Məncə, mənim xoş, mən bəyəndiyim rəng, onlarda metalik rəngi olur. Mən bəyəndiyim metalika rəngidir. Sən narıncı şey... Düz, narıncı demək gözləydim, bəli. Mən istəyərdim ki, o rəhmətliyin xatirəsinə bir, o Supra bir dənə yığılsa, iminli o yandakı o stikalardan vurulsa. Sənə bir şey desəm, bəlkə inanmarsın, o ikine heç baxmamışam. Mən maşına... Sağ ol. Həvəsim onu deyəndə ki, o biraz unreal bir kinolardı. Yəni, Tokyo Drift bəlkə də hardasa, amma mən məsələn çox xoşlamışam Ferrari Pucci Lamborghini kinosunu. Tarixi kinoda. Məsələn, avtomobil tarixi kinolarına mən xoşlayıram. Məsələn, nəsə tarixi bir şey olsun. Amma belə dəxlisiz, uçur maşın. Tarixi kinoya baxmısan, amma fantastik şeylər baxmısan. Maşınla fantastika mənim xoşum gəlir. Onun tarixi sənin üçün yaxşı olar ki, tarixinə baxarsan ki, maşın. Vinci oturur və 100 dənə sürət uru dəyişib. Baxsın, yaxşıdır. Bir səncə, əsən belə anlayışı yoxdur, onun üçün okey görsün, amma mən özüm bu... Məntiqli bir şey baxmaq istəyirəm ki, başa düşəsən söhbətlədən qədər. Nədir, fantastik, uçdu, göydü, vurdu, nə elədi? Sən Samoytdan atlanır, Porsche-dan sörf. Семья это главное.
Əsas məsələ. Əsas məsələ Hyperdrive. Bəli. Hyperdrive necə oldu, necə qoşuldun? Hyperdrive-a mən qoşuldum elə ilk gündən Hyperdrive-a. Softdə təyini keçirilən tədbirdə. Biz yəqin ki, hamı bilir, Xan Kofe var, o Azərbaycan prospektində. Biz hər axşam orada yığışırdıq, dururduq, söhbət edirdik. Stas da dedi ki, belə bir fikir var, nəsə eləmək istəyirik, o yan bu yan maşınları yığaq, gətirək bir ortalığa. Belə bir Cars and Coffee tipində bir şey. Hə, tipində. Cəmaət prosta yığışsın, söhbət eləsin. Belə event kimi yox, prosta görüş kimi belə deyim, amma belə... Həm ziyarət, həm ticarət. Hə. Elə biz də o onlara mən təşkilatında kömək eləmişdim orada. Bir gecə zad biz oranı yeri düz qoş elədik, keçirtdik. Çox maraqlı idi o yerində nə uşaqlar zad. Hə, biz onu eləmişdik orada. Və Hyperdrive-da sonra da binalar bütün tədbirlərdə təşkilatında iştirak eləmişəm. Görmüşəm, bütün görüşlərində olmuşam. Bir dənə o görüşündə olmadım, o ilk dəfə Bravo'da keçirilən görüşdə. Hansı ki, mən Rusiyada idim orada. Rooftop'a gəlib çatdırdım özümə. Yeni il, aysa, yeni il idi. Yeni ərəfələri idi. Mən də bütün tədbirlərdə təşkilatda köməklə göstərmişəm. İndi Hyperdrive-ın son bir tədbirlərindən birində, Sibrizdə keçirilən tədbirdə. Əstəğfurullah. Orada bizdə rollar biraz dəyişdi. Mən team leader oldum orada, bizdə volontyorlar oldu. Onlara nəzarət edilən kimi, yəni. Team leader-də, mən orada team leader oldum. İndi yenə də yəqin ki, gələcək tədbirlərdə yenə də yəqin ki, məni görəcəksiniz. Çox yaxında qəşəng tədbir olacaq. Gözlənilir, bəli. İndi yəqin ki, mənə də orada yenə də team leader. Yəqin ki, yenə də team leader, yenə də biz orada ortalıqda. Baxaq görə nəsə bir şey çıxardarıq ortalığa. İnşallah. Yaxın vaxtlarda da, yaxın vaxt deməyim, sağlı olsun, mənim də bir proyektim var. O da inşallah çəkiləcək. Sən dediyində, yoxsa? Mən dediyimdə. Sən dediyində. Sadəcə sir kimi qalıb hələ də. Qalsın sir kimi. Qismət. Bəzi məsələlər var ki, onun qaydasına düşəndən sonra həll edəcəm. Bunun sirrini deyə bilərəm əslində 4098 50. Yox, 52-43. Yəqin ki, burada biz bitirək. Maraqlı. Məncə də Xəlil, çox maraqlı suallar, maraqlı cavablar, maraqlı həyat hekayələrin oldu. Əsas elə maşın çox da belə indi o qədər də maraqlı deyil, çünki hələ ki çox iş görülmür. Bizə lazımdır ki, sən bu hekayələrin maşın sifəsinə necə girişmisən, sən onlar lazım idi bizə. Olardı ki, maraqlı həyat hekayəsi olub, necə başlamısan. Aydın məsələ. Əsas son sualım da ki, mən və mənim kimi gənclərə bu avtomobil sifəsində nələr məsləhət görərsən, nələrdən ehtiyat edəsinlər. Mən görəcəyimi görmüşəm. Yegəs yox, keçən maşınla vurub məni. Yəni, izləyənlərə nə demək istəyərsən? İzləyicilərə demək istəyərdim ki, yəqin ki, bizi izləyənlər də aydın məsələdir ki, avtolardan maraqlanan bir adamlar olacaq. Yəqin ki, maşın sahibləri də olacaq, həm həvəskarlar da ola biləcək. Biz, məsələn, maşını yığırıq, maşını sürürük, maşını edirik. Amma biz onu yığırıq ki, biz heç kimə dəyməyək, heç nə eləməyək, heç kimi narahat etməyək. Gecə vaxtı duraq pəncərənin arxasında qazan yığmışam. Yəni, alçatmayaq bir-birimizi. Yəni, məsələn, kimsə nəsə eləyirsə, yəni, Ömər məsələn hansısa maşın yığdı, mən də bu maşını sürürəm, avtomatik olaraq mən də sayılacağam ki, bu da onlardandır. Bir-birimizi alçatmayaq. Bir-birimizi alçatmayaq. Xuliqanlığı təbliğ etməyək. Xuliqanlıq heç nə eləməyək. Şəhərdə maşını sürürük. Sən yığırsan performanslı maşın, məsəl üçün eyni Rüfəti də götürək, eyni Azadı da götürək. Şəhərdə biz orada görə bilərik ki, onlar necəsə sürürlər. Heç vaxt. Onlar çıxır, yalnız qapalı trekdə sürürlər. Hamısı qapalı trekdə. Mən də siz də mənə görə bilməz ki, mən şəhərdə bunu necəsə incidim sürüm, belə yox, sakit. Sakit, yəni performansını qapalı yerdə göstərirsən və icazə verilən yerdə. İcazə verilən yerdə həm də ki, nəticəyə uyğun bir performans. Oturub BYD ilə saf orada durmuşam, BYD-dən aparmışam, okeydir.
Yəni əsas məsələ odur ki, bir-birimizə dəstək olaq o mənada ki, bizə yol patrul əməkdaşları da bizə baxsınlar ki, okey, bunlar həvəskarlardılar. Bunlar heç kimə pislik Deməsinlər isə o gün məsələn filan maşın belə qayda pozdu. Hə. Sonra hamı bir-biri başlayacaqlar ki, hamının rəngli maşın görən kimi saxlasınlar. Əsgərliyin bir dənə sözü var ki, hamı bir nəfər hamı üçün. Yəni bir nəfər getdisə, bunun dalı da gələcək. Hə, dalı da gələcək. Hə, yoxsa qayda qanunlara hatsızsan, o da sənin işin. Əsas məsələ yığıl maşını, qəşəng bir maşınlar olsun ortalıqda, genişlənsin, seçim çoxalsın. Bu səfər böyüsün. Neçə imkan versən. Hə. Yığın, çıxardın, genişlənsin biraz. Məsələn, ola bilər ki, biz ildə hansısa bir maşınları təkrar görək, bir təzə maşınlar ortalığa gəlsin. Heç kimə əl dəyməyək, öz zövqümüzə maşın alaq, sürək, normal sürək. Tutaq, həzzini alaq. Həzzini alaq, hə. Öz yığdığımızdan həzz alaq və belə sürək ki, bizə əməkdaşlar dəyməsinlər, hamını bir-bir ondan sonra incitməsinlər. Çünki biz yığırıq bunu sürmək, biz heç kimə dəymirik. Biz sadəcə həzz alaq. Zövqümüzü göstəririk belə, öz zövqümüzü. Əziz izləyicilər, bugünkü bölümümüzün sonuna gəldik. İnşallah növbəti bölümlərdə görüşənə dək. Bu gün çox fərqli bir bölüm oldu. Xəlil, yenə də çox sağ ol deyirəm sənə, fərqli bir şəraitdə bizə şərait yapdın ki, çəkişə deyək. Xoş oldu. Sağ olun, salamat qalın. Gəlin bölümlərə dək. Mən getdim.